bu şəkildə. Orada daha müştəri ilə danışıqlar aparmalısınız, iş görüşmələrinə başlamalısınız. Bu işi əvvəlcədən planlayıb, o sonra ingilis dilində hər şeyi əvvəlcədən planlayıb, sonra onu məsəl üçün ingilis dilində danışıb özünüzü inkişaf elətdirə bilərsiniz. Sonra nə etməliyik? Mütləq şəkildə dediyim kimi planlı olmasanız, yəni planlı olmasanız heç nə əldə edə bilməyəcəksiniz. Mütləq şəkildə planlı olmaq lazım. Bunun üçün siz istəsəz gündəlik planlama qura bilərsiniz, istəsəniz həftəlik planlama qura bilərsiniz. Mən tövsiyə eləyərdim ki, gündəlikdənsə həftəlik planlama qurmaq daha yaxşıdır. Gündəlik tənbəllər üçün asan deyil. Tənbəllər üçün ümumiyyətlə aylıq planlama daha yaxşıdır. Amma ki, həftəlik planlama belə deyək, uğura aparan yoldur hər həftə. Bu fərq etməz. İstənilən bir mövzuda, yəni bu ingilis dilinə aid olmasın, sizin uğurunuz üçün olsun və yaxud da nə bilim, sizin belə deyək, gələcək planlarınız olsun. Planlı şəkildə görülən iş, hər bir iş uğurludur. Bunu mən sizə əmin edirəm ki, bu həqiqətən də belədir. Yəni özünüzün plan dəftəriniz olsun, nə bilim, to-do list, telefonda bu dəqiqə açırsan, hər şey adamın əlinin altındadır. Dəftər gəzdirə bilmirsə, telefonda qeyd edin. Məsələn, tutalım işlə bağlı, indi biz Business English-la danışırıq. Hər həftə konkret bir mövzu seçin. Məsələn, iş görüşmələri necə olacaq, müştəri ilə danışıqlar necə olacaq, hansı prezentasiyaları hansı gün göstərməlisiniz falan. Bunların hamısını öz planlamanızda mütləq şəkildə yazmalısınız. Yəni, planlama etmədinizsə və yaxud da nə bilim, tutalım, siz bu gələn həftə tutalım, hansısa bir biznes layihədə olacaqsınız. Siz bu həftədən orada istifadə edəcəyiniz sözləri qeyd etməlisiniz. Hansı sözləri istifadə etsəm daha mənim üçün uğurlu olar. Yəni bunların hamısını araşdırıb, yəni birdən-birə eləmək sizin işinizi keyfiyyətsiz göstərir. Amma planlı şəkildə hər şeyi görsəniz, o sizə daha uğurlu olacaq. Sonra burada qeyd etmişəm tərəfdaşla danışıq məşqləri. Məsəl üçün, bayaq da qeyd etdim, tədbiqlərdən var idi. Tandemdə, Hello Talk-dur, bir də Speaky-də var, onu səhv etmirəmsə burada qeyd eləmişəm, bəli qeyd eləmişəm. Speaky kimi platformalarda biznes ingilis dilini öyrənmək istəyən tərəfdaşlar çoxdur. Yəni burada yenə də özünüzə tərəfdaş tapıb orada danışa bilərsiniz. Sonra onlayn müəllim olan native speakerlər, müəllimləri olan proqramlar var. Bunlar hansıdır? Burada qeyd eləmişəm. Baxın, italki-dir, Preply-dir, bir də Cambly kimi saytlar var ki, burada native speaker müəllimlərdə çox yaxşı native speakerlər var. Onlar özü biznes yönümlü danışıq dərslərini götürə bilərsiniz. Yəni onlaynda elə də çox da bahalı, yəni xərc aparan bir şey deyil. Həftədə bir dəfə və yaxud özünüz seçirsiniz və onlarla danışıb daha da uğurlu biznes ingilis dilini belə deyə yüksəldə bilərsiniz. Sonra nə etməliyik? Danışıq nümunələrinizi hazırlamısınız və danışıq nümunələrini mütləq şəkildə əzbərləməlisiniz. Yəni, kör-köranı heç vaxt eləməyin. Danışıq nümunələrinizi əzbərləyin və sonra onları başlayın tətbiq eləməyə. Sonra gündəlik işdə istifadə olunan ifadələri öyrənin. Məsəl üçün, burada qeyd eləmişəm. Let's schedule a meeting və yaxud da can you give me an update? Bu kimi cümlələri mütləq şəkildə hər dəfə özünüz üçün tətbiq eləyin, öyrənin, əzbərləyin, yəni qoy sizin yaddaşınıza həkk olunsun. Qısa dialoqlar səsləndirin və təkrar eləyin. Məsələn, could you send me the report by tomorrow? Or məsəl üçün cavabında deyir ki, sure, I'll have it ready by noon və s. Bu kimi dialoqları tez-tez qurun, özünüz özünlüyünüzdə. Oturmusunuz evdə, məsəl üçün, nə bilim, mətbəxdəsiniz, nə bilim, yemək pişirirsiniz, bu kimi dialoqları öz beyninizdə fikirləşin daima. Özünüzlə danışın. Səsinizi qeyd edin. İnanın ki, o qədər kömək olur. Mən bunu hər dəfə deyirəm bütün təlimlərdə. Öz səsinizi qeyd edin. Danışın və öz səsinizi diktafonda qeyd edin və yaxud da WhatsApp-da özünüzə səs göndərir, kiməsə səs göndərilmiş kimi özünüzə səsinizi göndərin. Bu çox yaxşı köməklik eləyir. Həm ikinci dəfə təkrar qulaq asanda harada səhv etmişsiniz, o səhvin üzərində başlayırsınız onu işləməyə. Çox yaxşı metoddur bu. Bir güzgü qarşısında danışmaq çox gözəl adama özgüvən verir. Elə bilirsən ki, auditoriyaya danışırsan. İstərsəməz adamda belə özgüvən gəlir, danışdıqca danışmaq istəyirsən, səhvləri düzəltmək istəyirsən, istərsəməz bədən dilini düzəldirsən. Yəni
Yəni bu çox gözəl effekt verir. Güzgü qarşısında danışmaq, bir də öz səsini yazıb danışmaq bu çox yaxşı effektivdir. Sonra iş gününüzü, gündəlik olaraq iş gününüzü, mövzunuzu ingiliscə danışaraq mütləq şəkildə izah eləmək lazımdır. Səsinizi yazırsınız, sonra dinləyirsiniz, səhvləri düzəltməyə çalışırsınız. Sonra burada qeyd eləmə, bu digər slayddadır bir dəqiqə. Shadowing texnikası var, onu mütləq şəkildə edirik. Deməli, shadowing texnikası nədir? Burada biznes ingilis dili videolarından birini seçirsiniz. Məsəl üçün TED Talks və ya Business English Pod videolarından birini seçirsiniz. Dinlədiyinizi eyni vaxtda eyni intonasiya ilə təkrarlamalısınız. Bu həm tələffüzü gözəl eləyir, həm də axıcılığı artırır. Deməli, nədir? İngilis dilində videolardan birini açdıq. İstər TED Talks olsun. TED Talks məsləhət görürəm, çox yaxşıdır. Orada bir də Business English Pod videoları var. Onu açdınız. Orada kim nə deyir? Məsəl üçün, siz onunla paralel şəkildə təkrar edirsiniz. Eyni intonasiya, hansı intonasiya ilə deyirsiniz, siz də o intonasiya ilə təkrarlayırsınız. Bu tələffüzü də gözəl eləyir. Həm də istərsəniz danışığınızda axıcılıq yaranır. Sonra müştəri ilə, məsəl üçün, burada əsasən Business English olduğu üçün müştəri ilə dialoqlar haqqında danışmaq istəyirəm. Müştəri ilə danışıqlarda istifadə olunan əsas ifadələr hansılardır? Məsəl üçün, salamlama və tanıtım. Bu mütləq şəkildə vacibdir. Bunu önəm verilir. Məsəl üçün, müştəri ilə olanda salamlamaya və tanıtma. Məsəl üçün, good morning, this is, for example, Türkan from məsəl üçün education platform or education academy, yəni bu sizindən asılıdır, adınızı qeyd edəcəksiniz, şirkətin adını qeyd edəcəksiniz. Sonra məsəl üçün tanıtımı qeyd elədiniz, sonra nice to meet you, yəni I'm sales representative for your region və yaxud da ki, ehtiyacları mütləq şəkildə soruşmalısınız. Burada ehtiyacları soruşanda hansı suallar vermək lazımdır, onları da qeyd eləmişəm. Sonra təkliflər verməlisiniz. Məsəl üçün, burada görürsünüz, təkliflərə aid cümlə nümunələri də qeyd eləmişəm. Sonra razılaşdırma olmalıdır. Razılaşdırma ilə bağlı, məsəl üçün, suallar verməlisiniz ki, bunu necə etməlisiniz. Bir də ki, nəyi bildirmək istəyirəm, zəhmət olmasa suallara diqqətlə baxın. Çünki sonda sizə tapşırıq verəcəm, görüm ki, necə diqqətli qulaq asıbdır təlimə, o tapşırığı bu suallar içindən olacaq, yəni buradakı cümlələrdən ibarət olacaq. Ona görə diqqətli olmağınızı xahiş edirəm və ya screen edib saxlaya bilərsiniz ki, sizə rahat olsun. Deməli, neynədik? Salamlama etdik, tanıtım etdik, özümüzü təqdim etdik, hansı şirkətdən olduğunuzu təqdim edirsiniz və yaxud da belə bir şey. Özünüzü belə tanıtım etdikdən sonra hansı bir regiondan olduğunuzu bildirə bilərsiniz. Sonra ehtiyaclarınızı soruşa bilərsiniz. İstər sizin, istər qarşı tərəfin fərq etməz. Yəni, əməkdaşlıq edirsinizsə, hər ikinizin ehtiyaclarının soruşulması çox vacibdir. Təkliflər verə bilərsiniz, mən bunu təklif edirəm və yaxud da mən bunu təklif edirəm, sizin təklifləriniz nədir falan filan. Razılaşdırma, yəni razısınızmı, razı deyilsinizmi, o sizə uyğundurmu, uyğun deyilmi, bu kimi razılaşmalar, suallar verilməlidir. Nəticə, sonda nəticə və bağlama. Yəni, burada görürsünüz, cümlələr qeyd olunur. Follow up with an email summary or let's schedule a follow-up meeting next week. Gəlin, nə bilim, bağlayaq, sonra danışarıq, gələn həftə tamamlayarıq. Yəni, sonlama sizdən asılıdır. Sadəcə bu kimi buradakı cümlələrdən istifadə etmək sizə daha çox uğurlu olacaqdır. Dediyim kimi, sonda sizə tapşırıq verəcəm. Baxın, kim hansı sonluqla bitirəcək cümlələri. Sonra, əsasən iş iclaslarında istifadə olunan ifadələr hansıdır? Dəyişim təbii ki, bir saniyə. İş iclaslarında istifadə olunan ifadələr. İclasa başlayanda, məsələn, let's get started or thanks for joining today's meeting. Çox sağ olun, gəlin başlayaq. Çox sağ olun ki, bugünkü iclasa qoşulmuşsunuz. Mütləq şəkildə bunu təşəkkür mütləq şəkildə bildirməlisiniz. İstər gecikən olsun, istər gecikməyən olsun, nə bilim, yəni
Təşəkkürlə başlamaq, istənilən bir işə təşəkkürlə başlamaq bu işin uğurlu yollarını gətirib çıxardır. Burada da görürsünüz ki, cümlələr var ki, necə başlamaq olar, necə etmək olar. Fikirlərinizi bildirə bilərsiniz. Mənim fikrimcə, mən inanıram ki, mən əminəm ki, və yaxud da nəsə bu cür belə bir şeylər qeyd edə bilərsiniz. Sonra təkliflər dedik, verdik. Rəy və sual almaq. Yəni, onların suallarını bilməlisiniz ki, nəyi necə öyrənmək olar, hansı formada ingilis dilində sual versəz daha uğurlu olar və s. Təkliflər də həmçinin və sonda nə etməlisiniz? İclası yenə də və yaxud da görüşünüzü bitirəndə məsəl üçün to summarize və yaxud da let's say next meeting on Friday or thank you all for your time və s. bu kimi cümlələr daha uğurlu olur. Sonra sizə bir-iki nümunə göstərəcəm. Əsasən biznes ingilis dilində hansı dialoqlar daha uğurlu olur. Bir saniyə. Görürsünüz, burada nümunə dialoqlar var. Good morning, it's a pleasure to meet you. My name is Aysel, for example. Və s. Tamam. və yaxud da ki, Bu çox bəli, balaca görünür xanım o şeylə. Slaydı zəhmət olmasa qrupa göndərə bilərsiniz. Çox balaca görünür. bəli, sonda hamısı göndəriləcək, narahat olmayın. Sağ olun. Sağ olun. Buyurun, buyurun. Buyurun. Deməli, sonda bütün məlumatlar göndəriləcək. Xədicə xanım, göndərəcəm sizə qrupa atarsınız zəhmət olmasa. Deməli, burada belə yaxınlaşdırmaq da olur. Siz yaxınlaşdıra da bilərsiniz, problem deyil, yəni belə bir şəkildə. Yəni, burada dialoq nümunələridir. Dialoqlara mütləq şəkildə baxın. 2 dəqiqə sizə vaxt verirəm, buna baxın. Sonra sizə tapşırıq verəcəm, onu eləyəcəksiniz. Deməli, görürsünüz, burada müştəri və alıcı, satıcı olsun və yaxud da ki, iki əməkdaş arasında olan bir dialoq nümunəsidir. Məsəl üçün, özünü təqdim edir, şad tanıdıqlarını, bir-birlərini tanımağa şad olduqlarını bildirirlər və yaxud da ki, bir-birlərinə təklifləri varsa, razılıqlarını, narazılıqlarını bildirirlər. Bunlara diqqətlə baxın, sonra sizə tapşırıq verəcəm. Onu üzərində işləyəcəyik. Bir dəqiqə bura baxın diqqətlə. Daha sonra tapşırıq verəcəm. Çevirə bilərəm, baxdınız. Deməli, baxın, indi burada bir tapşırıqdır. Bir saniyə. Hərə öz fikri ilə tamamlasın, zəhmət olmasa. Baxın, burada necə tamamlayarsınız? Hərə öz fikirlərini bir-bir hamıdan soruşacağım. Hərənizə 5 dəqiqə vaxt verirəm. Baxın, tamamlayın.
Tamamlayabildiniz. Tamamlayabildinizsə keçək ikincinə, ikinci tapşırığa, daha sonra cavablara baxaq. Okay, bitirdinizsə ikinciyə baxaq. Daha sonra müzakirə edək. Tamam, ikinciyə keçidirəm. Bir saniyə. Daha sonra bütün hamımızın təkliflərini alacağım. Kim diqqətlə qulaq asıb biləcəm. Birinci hansıydı? Göndərmişsiniz. Hı -hı. Buna da baxın. Müəllimə, bu ən axırıncı göstərdiyiniz mətn var idi. Bu sual da ona aiddir. Çünki mən biraz gec qoşuldum, dərsdən yeni çıxmışdım da bu mətni görməmişdim. Siz öz fikirlərinizi baxın necə tamamlaya bilərsiniz, elə qeyd eləyin. Daha sonra zaten göndəriləndə məlumatlar oradan təkrar baxa bilərsiniz. Yaxşı müəllimə. Okey. Bitirdiniz. Baxaq kim necə tamamlayıb. Burada bir xanım kimi qeyd etmişdi. Bir saniyə baxın. Deməli, birinci Sahil bəy Məmmədli, səhv etmirəmsə, adınızı düz oxudum. Deyəsən, səhv oxudumsa üzrlü sayın. Necə qeyd eləmişsiniz? Good morning, Mr. Smith. Okay, ad fərq etməz. İstədiyiniz adı yerləşdirə bilərsiniz. Yəni, kişi cinsinə aid olan bir ad fərq etməz. Yəni, qoya bilərsiniz Mr. olduğu üçün. İkinci nə qeyd etmişsiniz? Good morning, məsəl üçün Mr. Aliyev. It's pleasure to meet you. Və yaxud da siz qeyd eləmişsiniz Mr. Smith. Okay, əla. I'd like to learn more about your company's needs. Ola bilər, goals da okeydir, uyğundur. Daha sonra burada kimsə feedback, Ceyran xanım feedback yazıb. Okey, olar. Needs da ola bilər, feedback da ola bilər, yəni olar. Düzdür. May I ask what your budget and timeline are? 3 dənə yazmışsınız, goal yazmışsınız, biriniz bir qeyd etmişsiniz. May I ask what your budget ən doğrusudur. Sonra 4-ə nə yazmışıq? Biriniz proposal yazmışsınız, email yazmışsınız. 4-ə baxın. I'll prepare proposal, okay, doğrudur. Proposal kim yazıbsa doğrudur. Does that work? Sahil bəy demək olar ki, tamamilə doğru yazıbdır. Afərin sizə. Diqqətlə qulaq asmışsınız. Sonra burada sonra Ceyran xanım siz də düz yazmışsınız. Doğrudur. Deməli, birincidə, lap birinci göndərdiyimizdə eyni ilə birinci Smith və yaxud hansısa bir fərq etməz. İkincidə isə budgeti üçüncüdə daha doğrudur. İkincidə needs də olar, goals da olar, feedback də ola bilər. Dördüncüdə yenə proposal. Beşincidə isə does that work for you? Bu doğru cavabdır. İkinci tapşırıqda isə necə gedirdi orada? Let's begin today's ora nə yazmışsınız? İkinciyə kim nə yazıb? Aha, today's meeting. Ceyran xanım qeyd edibdi. Meeting sözünü doğrudur. Let's begin today's meeting olmalıdır, düzdür.
İkincidə, we need to discuss client's feedback. Doğrudur. Üçüncüdə nə qeyd eləmisiniz? I think we can handle that, take another week. Doğrudur. Dördüncüdə nə qeyd eləmisiniz? I'll send. Dördüncüdə email deyil əslində, summary email. Okay, email, bəli, düzdür, sayın. Beşdə isə thanks everyone. Afərin, Ceyran xanım və Sahil bəy doğru qeyd eləmisiniz. Deməli, diqqətlə qulaq asmısınız. Deməli, burada gördüyünüz kimi əsas məqsəd nədir? Özünüz öz fikirlərinizi düzgün şəkildə tamamlamalısınız. Yəni, bu istər daxili komanda icrası olsun, istər müəllimə, mən düz yazmışam birinci sualları. Bu hansıdır? Məryəm xanım, siz necə qeyd etmişdiniz? Bəli, Məryəm xanım, siz də düz qeyd eləmişsiniz. Doğrudur. Doğrudur. Kimin adına çəkməmişəmsə üzrlü sayın. Yəni, Əliyev, needs, budget, proposal, work olanlar doğrudur. Düzgün qeyd eləyibsiniz. İkinci tapşırıqda isə meeting, feedback, week, email and everyone olanlar doğrudur. Afərin sizə. Deməli, burada əsas məqsəd nədir? Dediyim kimi, ingilis dilini istifadə etdikdə öz fikirlərinizi düzgün şəkildə izah etməlisiniz. Yəni, bu göndərdiyim nümunələrdəki cümlələr olsun və yaxud da dialoqlar olsun, bunları mütləq şəkildə, belə deyək də, doğru yönləndirməlisiniz. Əgər doğru yönləndirməsəniz, öz ingilis diliniz bacarıqlarınızı doğru yönəltməsəniz, yəni istifadə etməsəniz, onun isə heç bir xeyri olmayacaq. İstər bu fərq etməz, istər dil dərsləri ilə bağlı olsun, istər nə bilim, gələcəkdə hər hansısa bir bizneslə bağlı hardasa iştirak edə bilərsiniz və yaxud da nəsə bir kampaniyanız ola bilər, hər hansısa şirkətin üzvü ola bilərsiniz. Yəni, ilk öncə bayaq da qeyd etdiyim kimi salamlamadır, tanıtımdır, müştərinin qarşı tərəfin rəylərini bilməkdir, təklifləri mütləq şəkildə bildirməkdir. Bunlar hamısı vacib nüanslardan biridir. Və burada bir nümunəli dialoqlar və yaxud da bu tapşırıqlar hamısı sizin belə deyək də öz işinizin peşəkarlığını göstərir. Deməli, nə edirik? Birinci kitabları oxuyursunuz. Business English Handbook'dur, Market Leader'dir. Bununki oxuyursunuz mütləq şəkildə. Online kursları bayaq burada göstərdim sizə. Bilmirəm, gec qoşulanlar ola bilər. Deməli, Coursera'dır, Udemy'dır, ADX'dir, BBC Learning English'ın Business English hissəsi var, xüsusilə buna aiddir. Buna qoşula bilərsiniz. Yəni, bu çox yaxşı, faydalıdır. Sonra podkastlara mütləq şəkildə izləyirsiniz. Business English poddur, Economist podkastdır, Harvard Business Ideacastdır. Bunlar mütləq şəkildə vacib nüanslardan biridir. Bir də dediyim kimi, özünüzlə işləməlisiniz. Bu, istər danışıq, istər qarşı tərəfi danışdırım, dediyim kimi, bayaq qeyd elədim. Sizə hansı proqramlardan HelloTalk'dır, Tandem'dir, bunlardan mütləq şəkildə istifadə edib özünüzə tərəfdaş tapa bilərsiniz. Speaker-də var, Speaker-də də yaxşıdır. Bir də online müəllimlər olan, native speakersləri olan proqramlar isə iTalki-dir, Preply-dir, Cambly kimi saytlardan istifadə edə bilərsiniz. Kimin nə sualı varsa, son 5 dəqiqəmizi ayıraq. Kimin nə sualı varsa, sualları cavablandıraq.